Öyle mi? Girişi verəndə dostlar, əslində diaqramın yuxarı hissəsində sizə bir ilkin ana cümlə verir. Elə deyil. O cümləni götürüb parafrez edirsiniz. Biz dedik ki, parafrez nə deməkdir? Yəni e, onu müəyyən fərqli sözlərlə ifadə edirsiniz, amma məzmunu olduğu kimi saxlayırsınız belə götürəndə. Sadəcə burada yəni ki, şey yoxdur, giriş cümləsi. Sadəcə bu diaqramın belə deyək də yuxarısında yazıb ki, yol və nəqliyyata çəkilən xərclər, belə deyək, hökumət xərclərinin faizi. O belə bir şeydir. Biz indi gəlin bununla bağlı bir dənə giriş yazaq. Giriş cümləsi olmasa da buna bənzədir. Əslində o giriş cümlələri əksəriyyəti üçün eynidir. Birinci belə başlaya bilərik də. Bunu da bir dənə mən belə eləyim. Deməli, bar chart, çünki bu dediyimiz nə idi? Bar chartdır. Yazıram. The bar chart. Bunu qeyd edəndən sonra dostlar, biz orada müxtəlif şeylər götürə bilərik. Demonstrate deyə bilərik, illustrate deyə bilərik, elə deyil, göstərir anlamında. Məsələn, give də demək olar, soruşular vermək olarmı? Give olar əslində. Amma give-i yazsaz, give biraz sadə qalır. Demonstrate demək olar, illustrate, yəni bunlar daha yaxşıdır. Gəlin illustrate yazaq. Hərf səhvləri kəsirlər. Qrammatik yoxlama şeyi var orada, meyarı. O zaman sizin səhvinizdən necə deyirlər? Yazınızdan kəsilir bax. Əl, əllə. Əllə yazırsınız. İndi dostlar demirəm, belə böyük ballar kəsirlər. Məsələn, bir dənə, iki dənə səhv elədin, o elə də şey əhəmiyyət kəsb eləmir. Amma da başdan ucudan tutma axıra qədər yazdığın səhvdirsə, yəni söz olaraq da illustrate-dir, sən l-nın birini yazmamısan, nə bilim, t-nı yazmamısan. Bu formada olsa və yaxud da çox sözdə belə bir hal baş versə, sizin balınıza bir təsir eləyəcək böyük şeydir. Amma bir dənə yerdə balaca bir xırda nüans varsa, o qədər də yəni belə böyük əhəmiyyət daşımır. Amma əllə yazırsınız. Belə deyim. Deməli dostlar, nə elədik? Dedi ki, bu bar chart adlanır. Elə deyil. Yazıram ki, bar chart illustrates, yəni bar chart göstərir. Davamında nəyi göstərdiyini deməliyəm. Baxın, nəyi göstərdiyi zaten burada var. Percentage of government spending on road and transport. Yəni nəqliyyat və yola hökumət xərclərinin faizi. Mən burada nə eləyə bilərəm? Uzaq başı percentage sözünü biz keçən dəfə danışdığı bu faizdir, hissədir, bunları başqa nə ilə deyə bilirik? Proportion sözü var ya, proportion. Percentage-i onunla əvəz eləmək olar. Gəlin yazaq ki, the proportion, bax fikir verin, the proportion proportion of davamını government-ı olduğu kimi saxlayıram. Yəni onun sonu çox da belə böyük dəyişməyə ehtiyac yoxdur. Of government spending. Dostlar, spendingin yerinə başqa nə yaza bilərəm? Consuming biraz şeydir, istifadə, consuming. Yox, biri də var, eynən olan. O xərc anlamında. Uşaqlar, investing investisiyadır. Söhbət xərcdən gedir, çəkilən puldan. Eynən olan bir söz var, expenditure, expenditure yazılır. Eşitmişsiniz onu? Gözləyin yazım budur. Baxın, bu söz. Məsələn, bu da xərcdir. Yəni, spendinglə eyni anlamda gedə biləcək sinonim. Siz dedikləriniz də var ya, məsələn, investing sözü yoxdur demirəm, var. Sadəcə, investisiya başqa bir şeydir. Yəni, o, necə deyirlər, nəyəsə çəkilən inkişaf şey üçün də bir maliyyə şeyidir. Amma burada sırf xərclərdən söhbət gedirsə, spendingin öz qarşılığı olaraq, məsələn, expenditure sözünü götürmək olar. Məsələn, mən bunu götürmürəm, çünki mənə qabaqda lazım olacaq. Spending olduğu kimi qalsın. Okay, spending, bunu dedik. Ondan sonra davamında nəyə gətirəcəm uşaqlar? Burada, baxın, bir ifadə var. Gözləyin. Yoxdur, mən özümə deyəcəm. Allocated. Allocate söz nə deməkdir? Kim deyər?
Yəni, allocate əslində bölmək, bölüşdürmək anlamında gedir. Bəli, ayırmaq kimi. Özümdən əlavə elədim, amma onu ki, bu biraz daha girişim səliqəli, biraz da fərqli görünsün. Yazıram allocated. Allocated uşaqlar ayrılıb. Nəyə ayrılıb? Burada yazılıb bu şey. Yol və nəqliyyat xərcinə. Sadəcə burada fərqli məqam nədir? Mən allocated to yazmalıyam. Yadda saxlayın. Allocated to road and transport. Bitdimi? Yox, bitmədi. Düşün, davamında nəyə gələcək? Burada mənə verməsə də, mən baxıram. Neçə dənə Avropa ölkəsidir bu? Üzr istəyirəm, Avropa ölkəsi deməyək. Ümumiyyətlə ölkə deyək. Çünki USA Avropa ölkəsi deyil. 4 dənə ölkədədir, elə deyil. Onda yazacağım ki, in four countries. Məsələn, hamısı Avropa ölkəsi olsaydı, yazardınız ki, in four European countries. Məsələn, keçən dəfə table təsvir edəndə qeyd elədik. Sadəcə burada USA gözümdən qaçdı, o Amerikadır da, yəni o Avropa ölkəsinə qatmaq olmaz. Okey, qatmıram, yazıram in four countries. Bir də dostlar, əlavə olaraq mənə burada nəyi verib? İli verib. O ili də, yəni qeyd edeyim də, qoy səliqəli və qəşəng uzun görünsün mənim girişim. Yazıram, period olaraq. Hətta gəlin belə yazaq. Daha geniş yazaq. Yazaq 15 il müddətində over a 15. 90 ilə 2005 arası 15 eləyir də, hə? 15-ə 15. 15 year period. Necə istəsəz bunu da belə də yazın, biraz daha açıqlama. From məsələn 1990-dan and yazmayaq, to yazaq. Yəni ki 2090-dan 2005-ə qədər anlamında. 2005-də yazdım da. Bax, nöqtə qoydum. Olur bu mənim girişim. Bir cümləm hazırdır və neçə dənə söz oldu? 1, 2, 3, 4, 5, 6, 12, 16, 17, 18, 19, hə, 25 dənə burada göstərmişiz, baxmadım. 25 söz oldu. Bizə də lazımdır nə qədər? Hardasa bir 150 söz yazmaq. Yəni giriş bundan ibarətdir. Fərqi yoxdur. Pie chart olsun, ola bilər, məsələn, table olsun və yaxud da elə bu təsvir bundan düşə bilər, məsələn, bar chartdan. Əsas birinci yazdığınız nə olur, dostlar? Giriş olur. Girişi də baxın, mən qurduğum kimi, yəni bu formada qurursunuz. Başlanğıcına yazıram. The bar chart illustrates, bar chart göstərir. Ya nə bilim, the table illustrates, məsələn, cədvəl göstərir və yaxud da pie chart demonstrate, illustrate formasında verə bilərəm ki, göstərir. Nəyi göstərir? Sonra onu qeyd edirəm. Nəyi göstərir mənə? Nə məlumat verir? Məlumat da nədir, dostlar? Nəqliyyat və yola çəkilən xərc. Elə deyil. Götürdüm mən percentage'in yerinə, bir dənə bunu belə eləyək, ikisini də görün. Proportion yazdım. Sonra government spending'i saxladım olduğu kimi. Sonra özümdən bir dənə allocated əlavə elədim. Allocate də siz də istənilən yerə yaza bilərsiniz. Yəni ayrılmış, hesablanmış anlamında. Yola və nəqliyyata ayrılmış hökumət xərclərinin proporsiyasını göstərir. Hansı ölkədə, bunu da yenə özümdən əlavə eləyirəm. 4 ölkədə 15 illik periodda 90, yəni 90-cı ildən ta ki 2005-ə qədər. Bu olur bizim nəyimiz? Girişimiz. Yəni, uzun sözün qısası, girişi istənilən chart üçün, yəni bu formada yazmaq olar. Sadəcə biraz təbii ki, orada dəyişəcək də. Aha. Bunlar olar, hə, əlbəttə. Məsələn, hətta yaza bilərdin in 3 European countries, sonra yaz İtaliya, Portugal, UK and Amerika. Biraz da uzatdım. O da olar. Yəni uşaqlar, bu biraz da həm də təxəyyül məsələsidir. Yəni baxın, cədvəldir də. Mən belə yazdım, onu keçən dəstə demişdim. Sən olar biraz, məsələn, Səlnaz ölkəni əlavə elədir. Okey, laf gözəl. Nəm sənin başqa bir fikrin olar, amma düz olsun da. Bir var yanlış versiyada. Nəsə bir fikrin olar, sən onu da əlavə eləyərsən. Yəni o demək deyil, həmişə də elə bu tipdə gedəcəksiniz. Yaxşı? Sadəcə bu ümumi ilkin şeydir ki, bir sizdə formalaşsın. Nə deyirlər ona? Baxış açısı. Okey, girişi verdik dostlar. Introduction'dan işiniz bitdi. Ondan sonra sizin gəlir artıq vacib olan ikinci bir hissəniz. Bizdə nədir o? Nə vermək lazımdır? Kim deyər? İkinci hissə nə olur? Overall, bəli.
Uşaqlar, overall keçən dəfə də dedim sizə, overall-da zəhmət olmasa şeylər yazmayın. Rəqəmlərdən istifadə eləməyin. Məsələn, çox tələbənin problemi nədir? Overall-a başlayan kimi rəqəmlərdən başlayır. Yəni, İtaliyada bu belədir, Portuqaliyada bu belədir, nə bilim, UK-də belədir, USA-də belədir. Lazım deyil. Overall-da rəqəmlərə toxunmursan, overall adı üzərində nədir? Ümumi bir baxışdır. Məsələn, baxa bilərsən ki, ən minimum xərci kim çəkib daha doğrusu? UK-də elə deyil. Ən maksimum xərci kimlər çəkib burada? Baxanda Portuqaliyada demək olar ki, daha yuxarıdır. Söz yox. İllər üzrə azalma müşahidə olunsa da, baxırsan ki, ən yuxarı Portuqaliyadadır. Sonra ondan sonra İtaliyadır. Yəni belə bir müəyyən şeylər də özün üçün çıxardıb overall-a yazırsan ki, ümumi bir mənzərə yaratmaqdır overall əslində. Yəni çox konkretliyə girmirsən, çox rəqəmlərə girişmirsən, ümumiyyətlə rəqəmə girişmirsən, sadəcə overall-da 2 cümləlik, məsələn, bəzən ola bilər bir dənə mürəkkəb cümlə yazarsan, ümumi bir mənzərə yaradarsan və yaxud da 2 dənə də ayrı-ayrı cümlə yazmaq olar. Okey. Gəlin overall-umuzu yazaq. Məsələn, overall-da nə yaza bilərik? It is clear that. It is obvious that. Məsələn, aydındır ki, anla. Bunlar şablonlardır da. Sonra məsələn yaza bilərsiniz. It is evident that. Belə yazaram. It is. Yəni bu faktdır ki, bu sübutdur ki, bax fikir verin. It is evident that. Yəni bu sübutdur ki. Nəyə görə sübutdur? Çünki gözümün qabağında nə var mənim? Şəkil var. Şəkilə görə sübutdur ki, uşaqlar, ən yüksək faizi hansı ölkələr veriblər? Bayaq dedim sizə. Portuqaliya ilə İtaliya. Götürürəm, yazıram ki, Portugal yazaq bura. And Italy. Deməli bir dəqiqə. And Italy, İtaliya. Bunlarda belə götürəndə ən yüksək şeydir. Nə var burada? Faiz var, elə deyil. İndi gəlin bu cümləni qurmağa çalışaq. Məsələn, mən burada dedicate feilindən istifadə eləmək istəyirəm. Dedicated, yəni həsr olunub anlamında. Ən yüksək faiz, ən yüksək, belə desək, xərc miqdarı bu ölkələrdə həsr olunub, sərf olunub. Onu dedicate ilə verəcəm. Dedicate var, o da olar. Spend dedin. O da olar. Sadəcə spendi niyə görə dəyişdim, Gülnur? Elə bil ki, spend sözünü çox istifadə edirik. Ona görə məsələn çalışıram ki, alternativlər. Sən dedicated deyirəm ki, yadınızda qalsın, spendin yerinə rahat istifadə eləmək üçün. Dedicated, məsələn, higher düz dedin. Higher percentage yazacağam bura. Qabağına bir dənə də significantly qoyuram uşaqlar. Artiklımı unutmuram. Uşaqlar, ümumiyyətlə yadda saxlayın, bu yazılarda zərflər böyük rol oynayır. Yazını belə deyim də səliqələşdirir. Biraz daha necə deyərlər, balı artırır. Yəni əhəmiyyətli dərəcədə yüksək idi. Significant nə deməkdir? Significant sifəti ümumiyyətlə vacib deməkdir. Elə deyil, importantın sinonimidir. Buna sən ly qoşanda bu zərf oldu. Əhəmiyyətli dərəcədə yüksək idi. Higher percentage yazacağım bura. Yəni daha yüksək faiz. Percentage of nə yazaq? Heç yazacağım, bir də gözləyim. Deməli, daha yüksək faiz nədən ayırıblar uşaqlar onlar? Təbii ki, büdcələrindən ayırıblar da, hökumətdir bu. Mən götürüb yazacağım ki, bura of their national budget. Baxın, national budget. Davamında belə götürək də, transport deməli, infrastruktur yazaq. Yəni ki, nəqliyyat şeyinə, infrastrukturuna. Budget to transport okey. İndi uşaqlar, bu cümləni əslində burada yekunlaşdıra bilərəm. Məsələn, nöqtə qoyub. Bax, fikir verin, nə yazdıq bura? Cümləmizi bir dənə analiz eləyək. Aydındır ki, it is evident that. Yəni, bu artıq aydındır ki, faktdır ki, və yaxud da sübutdur ki, belə götürəndə. Portuqaliya və İtaliya
bax fikir verin uşaqlar. Nəqliyyat infrastrukturuna milli büdcələrinin ən əhəmiyyətli dərəcədə ən yüksək nəyini xərcləyiblər? Hissəsini veriblər və yaxud da indi percentage faizdir, faizini veriblər. Bu belə də götürə bilərik. Proporsiyasını veriblər bu formada. Bunu bitirə də bilərəm. Amma biz keçən dəfə ən birinci dərsə qoşulanda sizlə compare sözünü öyrənmişdik. Müqayisə etmək. Amma mən bitirmirəm. Bunlar yüksək, belə deyək də, bəli, xərc çəkiblər. Kimə müqayisə eləyəndə cədvəldə? Amerika ilə İngiltərə ilə müqayisə eləyəndə. Onda davamına yazıram ki, compared to, bax fikir verin, compared to ifadə dostlar, yadda qalsın. Compared to the UK and the USA. USA. Bax, fikir versəz özdə bütün zaman dilimində deyə, baxın, 2005-də də, 2000-də də, 95-də, 90-da da. Bax, bütün zaman dilimində biz müqayisə eləsək, bunlar daha çoxdur. Onda davamına mən belə yaza bilərəm. O zaman dilimində əlavə edirəm ki, throughout the entire time frame. Throughout nə deməkdir? Boyunca. Throughout the entire bir də E hərfini yedim. The entire time frame. Yəni bütün o vaxt çərçivəsində time frame nə gedir biz ingilis dilindən bizə çevirəndə? Vaxt dönəmində, vaxt çərçivəsində demək Amerika və ABŞ-la müqayisə eləyəndə Portuqaliya və İtaliya nəqliyyata daha çox öz büdcələrindən nə ayırıblar? Pul ayırıblar. Dostlar, bu cümlə hamıya aydındır. Yəni soruşa bilərsiniz problem olanlar. Problem yoxdur. Okey. Deməli, bu mənim overall-umun dostlar bir cümləsidir. Əslində bunu yazıb saxlaya bilərəm. Keçək məsələn bodylərə də. Amma əlavə desəz müəllim, mən bir cümlə də istəyirəm ta ki əlavə edeyim. Bu arada baxın 56 söz oldu. Bir cümlədə nə əlavə eləmək olar? Məsələn, mənim ağlıma burada nə gəlir? Məsələn, Portuqaliya bir dənə baxsız ümumi bir şey kimi. Ardıcıl olaraq nərdivanvari azalıb. Bir dənə baxın. Bu adamı bir cəlb edir. Bunları elə belə qoymurlar ha dostlar. Bunlar overall cümlələridir. Yəni ümumi bir fikir yaradır. Bodylərdə də bunu məsələn səliqəli ifadə eləmək olar. Ya məsələn Amerikaya baxsaz, Amerikada demək olar ki, şeydir, belə deyək də, USA-də daha doğrusu bir balaca artım var. Yəni artıma doğru gedir. Bax fikir verin. Bir damcı burada 2.95-dir də bu. 95-də biraz azalıb, amma digər hissələri artıma gedir. Məsələn, bunu da qeyd eləmək olardı orada. Bir də Portuqaliyanın bu hissəsini ki, xırdaca azalma var. Məsələn, illər üzrə 90-dan 95-ə, 2000-ə, 2000-dən də 2005-ə gələndə. Mən də hardan bilirəm onu? Bu şeylərlə. 90 göy rəngdir, 95 reddir, qırmızıdır, 2000 blackdir uşaqlar. 2005-də yellow, sarı rəngdən veriblər. Bax, fikir verin. Bu formada. Və overall çox da uzatmıram. Yəni bu formada yazırsınız, bitdi. Keçirəm indi detaila. Bundan sonra gəlir bodylər. Elə deyil. Yəni bodylər belə deyək də detallı analiz daha çox deyək biz buna. Nəticə hissəsi burada olurmu? Çox tələbə soruşur. Uşaqlar, burada nəticə yoxdur yəni. Yəni bunun nəticəsi nə ola bilər? Bu conclusion vermirsən. Sadəcə olaraq body 1 və body 2 olaraq ayırmaq olar bunu və orada başlayırsan biraz detallı analizə. Bir də dostlar, bütün illəri və rəqəmləri yenə də verməyə ehtiyac yoxdur. Bax, keçən dəfə dərsdə dedim. Bəzən tələbələrin sıxıntısı bilirsiniz nə olur? 90-cı ili başlayır bir-bir analiz eləməyə, 95-i başlayır bir-bir deməyə. Yəni 2000-i bir-bir deyir, 2005-i bir-bir deyir də uzun sözün qısası. Nə görür, başlayır yazmağa. Məsələ orada bütün rəqəmləri birə-bir yazmaq deyil. Məsələ sadəcə, bax, yenə deyirəm, ilkin baxışda gözə dəyən məsələn, maksimum nöqtələrdir,
bu fluctuation deyirlər də, məsələn belə dalğavari getmələrdir, artımlardır, pik nöqtələrdir, minimum nöqtələrdir ki, onları göstərməkdir. Yoxsa ona qalsa hamısını təsvir eləsəz, bir kərə 300 söz yazasan ora. Həm də bəzən elə cədvəl də ola bilər ki, sizdə cədvəlin içərisində informasiya da çox ola bilər. Və onda artıq siz nə eləyəcəksiniz? Tamına belə deyək də, minimum sözlə maksimum ifadə. Bax belə deyim mən sizə. Okey, keçək bodylərə. İndi məsələn, bir body üçün nə eləyə bilərik? Məsələn, başlayaq elə şeydən, Portuqaliyadan tutaq ki. Məsələn, belə götürəndə bunların arasında ən maksimumu neçənci ildə olub? Bax, fikir verin. 90-cı ildə hardan olub, nəzərə alınıb Portuqaliyada. Uşaqlar, təxmini rəqəmlər yazmağı da öyrəşin. Bu təqribən 27-dir. Təqribən. Bu 27% olmalıdır. Və yaxud da desəz ki, müəllim, mən o təqribi rəqəmləri tuta bilmirəm, onda eləyim. More than 25 yazın artıq ora. Yəni 25-dən daha çox idi. Və yaxud da 30-a yaxın idi. Bu belə yaza bilərsiniz. Amma belə məsələn baxanda mən artıq bu qədər yazmışam. Məsələn 25, 26 bu 27-yə uyğun gəlir. Ya məsələn bu göy də elə 22-yə uyğun gəlir. Bu hissə bir növ hardasa 24-dür qara olan İtaliyada. Belə də tutmaq olur və yaxud da desəz ki, çətindir onları tutmaq, onda eləyin. Dediyim kimi, more than-dən istifadə edin. Ya more than ya da ki, less than. Azdır, çoxdur. Və yaxud da filan şeylər arasında, 20-25 arasındadır. Və belə də istifadə eləmək olar. Okey, gəlin baxaq. Bu mənim girişimin birinci cümləsidir. Yenə deyirəm, gözümə çarpan ilk nəticə nədir burada? Maksimum Portuqaliya, elə deyil. Yazıram, 1990-cı ildə 1990-cı ildə Portuqaliya hesablanıb, necə deyə bilərik uşaqlar? Hesablanıb, qeydə alınıb. Aha, o da olar. Mən sizə gəlin bir dənə akademik versiya öyrədim. Yazılarınızı istifadə edə biləcəyiniz. Gəlin belə yazaq, register. Mən bunu çox özüm istifadə edirəm. Sizə də məsləhət görürəm. Portuqaliyada qeydə alınıb, nəzərə alınıb, hesablanıb. Bu biraz daha akademik versiyandır. The highest nə nəzərə alınıb? Təbii ki, o ən yüksək xərcidir, elə deyil. Onu yazmalıyam. Bura qeyd eləmişdik. Bayaqki xərc sözünü. Expenditure. Among kimlər arasında? All nations. Yəni, bütün millətlər arasında Portuqaliyada ən yuxarı xərc nə eləyib? Qeydə alınıb. Sonra da uşaqlar, sonra da davamında rəqəmi verməliyəm. Yəni, bodylərin overalldan fərqi nədir? Rəqəmləri vermək. Bunu yazdınız. Ondan sonra məşhur ifadə var. Qrupa atmışam, bilmirəm, baxmısınız ya yox. Stand at ifadəsi var. Standing at, yəni neçə faiz göstərir? Orada indi mən 27% dedim də, o da təxminən demişəm də uşaqlar. İndi durub ora dəqiqliklə yaza bilmərəm ki, exactly 27. Onda yazmalıyım bura approximately. Deməli, 27%. Faiz burada hansı 5-dir? Hə, bu. Nöqtə. Məsələn, olsun bu mənim bir cümləm. Elə deyil uşaqlar. Bax, fikir verin, 90-cı ildə, məsələn, bunu belə də eləmək olardı. 90-ı buradan silim. Məsələn, burada get. Mən ili əvvələ yazdım. Məsələn, təsvirlərdə çox vaxt ili axıra yazırlar. Əvvəldə də onlara bal kəsmirlər, amma əksərən belə dedik, qəbul olunmuş o tərzdə axıra yazırlar daha doğrusu. Bax, fikir verin, Portuqaliyada deməli, ən yuxarı xərc bütün millətlər arasında qiymət hesablanıb, register olunub, təxminən neçə faiz? 27%. Buranda bu nə böyünə yazılır bilmədim. Bu da belə. Nöqtə. İndi sonra görə başqa nə yaza bilərəm?
Ola bilər. Əslində amma indi mən Portuqaliyadan gedirəm. Məsələn, Portuqaliyada başqa bir maraqlı fakt nə idi yaza biləcəyiniz uşaqlar? Bayaq dedim. Portuqaliyada fikir versəz, davamlı şəkildə nə var burada? Azalma. Görə bilirsiniz. Bax 90-da belə, 95-də biraz, nə bilim 2000-də biraz, 2005-də də düşüb 20-yə. Bu da məsələn, bu da maraqlıdır və gözə çarpan faktdır da, elə deyil. Da durub bir-bir rəqəmləri yazmadım ki. O da maraqlı olduğuna görə gəlin onu da yazaq. Hı. İndi sizə bir sualım olacaq da. Consistently sözün özünü dedim. Sual verəcəkdim, özün dedim. Davamlı olaraq azalma necə deyə bilərik? Məsələn, davamlı olaraq bir şeyin. Onsuz dedim onu uşaqlar, consistently sözü var. O. Cavabını dedim, sonra sualını verdim. Okey, olsun. Gəlin davam eləyək, yazaq. Bu cümləmizi qurmağa çalışaq. Yazaq ki, ancaq, bir də sizdən xahiş edirəm uşaqlar, bat yazmayın amma sözünə. Bat çox sadə qalır. İstər esse yazanda, istər bunu yazanda. However yazır, necə gülünür bir də deyərdim. O da olar. Nevertheless, indi hər yerdə getməsə də ondan da istifadə, nonetheless istifadə eləmək olar. Sözü nevertheless və nonetheless-in biraz vaxtı hər yerdə əvəz eləmir. Amma yenə məsələn onlardan da lazım məqamlarda istifadə edə bilərik. Belə. Sən dediyin də düzdür. İndi gəlin however-la başlayaq. Ancaq indi bunu yazdım. Bunu yazandan sonra mənim fikrim nədir? Mən birinci o fikrimi yığmalıyam da. Uşaqlar, demək istəyirəm ki, bu göstərici sözünü bəs necə demişdik? Deyin dostlar, göstərici. Necə demişdik? O da olar. Bəs başqa? Ağlımda birini tutmuşam, sırf burada yazdığımızda. Onu figür sözü uşaqlar, figür. Eşitmişsiniz onu. Bax, onunla yazacağam mən burada. Yazmaq istəyirəm ki, amma göstərici, yəni belə deyək də, sonrakı illərdə belə yazmaq istəyirəm. Tədricən azalaraq 2005-ci ildə 20%-ə düşmüşdü. 2005-ci ildə deməli 20%-ə düşmüşdü. İstəyirəm o cümləni yazım. İndi gəlin belə eləyək. Bu göstərici, yəni söhbət 27%-dən gedir. Azalmaq üçün, məsələn, decrease yazırlar, reduce yazırlar və s. Amma decline daha məqsədə uyğundur. Decline. Baxın. This figure declined, yəni azaldı. Okay. Azaldı necə? Tədricən dedi ki, nə eləyir? Düşür. İllər içərisində. Uşaqlar, tədricən sözünü progressively yazmaq olar. Atdığım PDF-də var, bir daha qrupa atacağam. Bunları çalışın, öyrənin. Yəni, bunlar əslində ümumi sözlərdir, hər yerdə istifadə olunur. Məsələn, significantly burada mən sarıladım onu. İndi bunu da sarı rəng eləyəcəm. Yəni, bunlar zərflərdə hər yerə yazmaq olur bunlar. Sadəcə bu esse üçün keçərli deyil. Baxın, bu göstərici tədricən azaldı. Decline nə deməkdir? Azalma. Tədricən azalır. Nə vaxt azalır uşaqlar? Sonrakı illər ərzində. Sonrakı illər. Sonrakı illəri mən necə deyəcəm? Subsequent years. Subsequent years. Yazıram over. Over ərzində də deməli. The subsequent years. Bax, fikir verin. Ancaq bu göstərici növbəti illər ərzində nə oldu? Növbəti illər ərzində, sonraki illərdə azaldı. Bunu yazdım. Bunu yazandan sonra mənə nə lazımdır? O bayaq dediyi 20%-ə düşdü, 20%-ə qədər düşdü 2005-ci ildə. İndi o hissəni mən yazmalıyam. Uşaqlar,
Onu da dropla verəcəm. Baxın, dropping faiz hissəsini. Dropping to 20% yazaq bura. 20%-ə qədər azaldı. Neçənci illə qədər? 2005-ə qədər. By 2005 yazacağım bura. Nöqtə. Fikir verin. Ancaq bu göstərici progressiv şəkildə növbəti illərdə subsequent yearslar ərzində over azaldı. Necə azaldı? Dropping to. Drop nə deməkdir? Düşmək. Drop bilirsiniz də damcılamaq, azalmaq anlamı var. Dropping to 20. 20-yə düşdü. Neçənci ilə qədər? 2005-ə qədər. Bunu da dedim, yəni ki, canım qurtardı. Bunu da təsvir elədim. Okey. Ondan sonra uşaqlar, bu aydındır, bir dənə soruşum, sonra davam edək. Okey. Məsələn, dropping to var ya uşaqlar, bax bu da şablon ifadədir. Məsələn, dropping to-nu mən burada istifadə elədim. Növbəti bir essedə də sən də yazarsan. Ki, məsələn, ta ki, həmişə deyirəm, pambıqla, nə bilim, neftlə bağlı nəsə düşür. Neftin qiyməti dropping to 10 dollar məsələn, 10 dollara düşdü. Məsələn, by 2000, tutaq ki, 18-ə qədər, məsələn. Yəni, bu dropping to-dur, progressively sözüdür, approximately sözüdür, sonra register sözüdür. Bunlar hamısı şeylərdir, expenditure sözüdür. Bunlar şablon sözlərdir. Yəni, bir dəfə əzbərləyirsən, dedicate sözüdür, hər yerə yazırsan gedir. Bir dəfə əzbərləməklə. Throughout the entire time frame, məsələn. Bütün vaxt ərzində, çərçivəsi ərzində. Bunu da hər yerə yaza bilərsən, yəni problem yoxdur. Və yaxud da compare to, müqayisə olunur. Bu, xüsusən bu esse üçün yazılmış sözlər, ifadələr deyil ki, sən sadəcə bunları bir öyrənirsən ümumi, ondan sonra istənilən, tutaq ki, belə deyil, təsvirlərdə bunlardan istifadə edirsən, gedir. Okey, uşaqlar, Portuqaliyadan sonra görək hara gedə bilərik. Sonra gedək məncə İtaliyaya. Niyə görə? Mən İtaliyada nə görürəm uşaqlar? Bunu biz Azərbaycanca soruşuram, İngiliscə yox. Bu necə bir təsvir ola bilər sizcə? İtaliyanın büdcəsinin o ayrımaları. Nə fikirləşirsiniz bununla bağlı? Bu nə göstərib bizə? Aha, ona nə deyirlər? Ona dalğalanma, belə-belə. Görürsünüz, buradan başladı, düşdü, qalxdı, düşdü. Burada mənim şeyim yoxdur. Görüm yazar, bu yazmadım. Baxın, başladı buradan, oxu izləyin, düşdü bura. Yuxarı qalxdı, düşdü sarıya. Uşaqlar, buna fluctuation deyil ingilisdə. Daha doğrusu yazıda deyirik də ingilis dilində. Fluctuation. Yəni dalğalanma müşahidə olunur. Gətirəm İtaliya üçün də onu yazacağam. Yəni ki, ən belədir, gözə çarpan şey odur. Onda yazıram ki, İtaliyanın büdcə ayrımında uşaqlar, büdcənin ayrılmasına allocation deyəcəm də, budget allocation yazacağım bura, allocation. İtaliyanın büdcə ayırmasında, daha doğrusu büdcə ayrılması nə göstərdi bizə? Bir də istəsəz, onu da deyim, bunun əvvəlinə şey qoymaq olar. On the other hand, digər tərəfdən. Məsələn, söz sayımız çoxalsın da biraz. On the other hand. Bunda bu vergül. İtaliyanın büdcə ayrılması nə göstərir? Showed yazıram bura. Göstərir, uşaqlar, fluctuationlar. Deməli, fluctuations. Nöqtə. Hətta, məsələn, mən əksərən təsvirlərdə nə istifadə edirəm? Fluctuation'ın qabağında noticeable sözünü. Noticeable nə deməkdir? Noticeable. Diqqətə layiqdə, belə deyək, necə deyirlər, qeyd almağa dəyən. Bəli, gözə çarpan, hə, bizim dilimiz. Uşaqlar, öz dilimizin sözləri deyimdən elə çıxırlar. Nəzərə çarpan. Bu klaviaturam. Hə, yazdım. Noticeable fluctuations. Yəni, əksərən bunu da əlavə edirəm. Yenə deyirəm, uşaqlar, zərflər, sifətlər çox rol oynayırlar. Məsələn, bunu çıxardanda demirəm, bu pis cümlədir, yaxşı cümlədir.
Amma bunu əlavə eləyəndə bura, bu biraz elə bir şey göstərir də, sizin leveliniz biraz da yuxarıdır, biraz daha SC-ni sərgəli formaya salır. Yəni fluctuation'ın qabağına bunu istifadə eləmək olur ki, nəzərə çarpan nələr var orada? Bir enmələr, qalxmalar, düşmələr var. Okey, bunu dedim uşaqlar. Bu cümləni qurdum. Bundan sonra mənə lazım olan nə idi? Bu baddə mən nəyə göstərməliyəm? Göstərməliyəm faizi. Fluctuation'dır, okey. Necə fluctuation'dır? 20-dən hara düşdü, hara qalxdı, haradan hara düşdü? Düzü onu izah eləmək lazımdır. Gəlin izahını verək. Deməli, bu da bir ifadədir uşaqlar. It commenced at, başladı. Commence nə deməkdir? Başlamaq. Commence at, görüm düzəldi bu. At. Ha. Deməli, görək nə ilə başlayır uşaqlar. 90-cı ildə başlayıb təxminən bu 22%. Bura 22 gedəcək də. 22, 23, 20, 25 təxminən. Gəlin yazaq. Standing at, yox orada deyildi, bu yanda idi. Commenced at around. Məsələn uşaqlar, approximately sözünü yazmışdım da bura. Hardadır o təxminən sözü burada? Bax burada görürsüz. Təxminən 27%. Burada bir dənə də təxminən sözü approximately yazmadım. Çünki onun sinonimləri çoxdur. Nearly sözü də var, around da var. Elə deyil. Bu around yazıram bura. Around 22% yazacağım. Yazıram. Deməli 22%. Neçənci il idi bu? 1990-da. Vergül 90-da belə oldu. Sonra uşaqlar deyəcəm ki, azca azaldı. Bax fikir verin 2-yə düşdü, 20-yə düşdü. Azalmaq, decline yazmışdım. Nə istifadə edə bilərəm? Decrease sözünü məncə hamınız bilirsiniz. Decreased, bax fikir verin. Decreased azca azaldı. Decreased azca necə yazaram? Azca azaldı. S ilə başlayır. Kim deyər? Yox, uşaqlar. Slightly. Slightly. Bax yadınıza qalsın. Bunları yenə qrupa göndərəcəm. Və zəhmət olmasa gələn dərsə hər birini bir-bir öyrənib oxuyun. Decreased slightly. Azca azaldı. Azaldı neçənci ildə? Baxaq görək. Neçənci ildir bu azalma? 1995. Okey. Yazıram azca azaldı in 1995. 95-də azalır. Sonra uşaqlar and bu şeyi təsvir edirəm də fluctuation'ı. Yəni görürsüz cümləni bitirmirəm. 90-cı ildə 22% hesablandı, 95-də azca azaldı və sonra 2000-ci ildə bu deyəsən. Baxaq bura 2000-də pik həddə çatdı. Bax fikir verin. 2000-də pik həddə çatdı. And sonra peaked at yazacağım uşaqlar baxın. Elə pik bildiyimiz pikdir. Peaked at təxminən 24%. Nearly 24%. 24 yazaq bura. Faiz. Neçənci il idi? In 2000. Görürsünüz, 2000-də pik həddə çatıb, yəni 24-də. Yəni təxminən deməli 24% oldu. Sonra uşaqlar orada ondan sonra davamını belə yaza bilərdi. 2005-də isə məncə ən aşağıdır. Bax 19-dur hardasa. Bunu da belə yaza bilərik ki, məsələn mən həmişə belə bir istifadə edirəm. Ən aşağı nöqtəsinə çatmadan yaşayır bunu. Ona görə belə yaza bilərik ki, before, bax fikir verin. Before reaching. Reach nə deməkdir? Çatmaq. Reaching it is. Uşaqlar, reaching its lowest. Lowest nə deməkdir? Ən aşağı nöqtəsinə. Point. Point də nöqtədir, elə deyil, qiymət anlamında. Point of neçə faizdir burada? 19. 19% nə vaxt çatır? Periodun sonunda. Periodun sonunda 2005 elə deyil, da in yazmıram. In 2005 yazmıram. Dəyişirəm onu belə eləyirəm. At the end of the period. Baxın.
Bax, fikir verin uşaqlar. Deməli, burada nə elədi? Dedi, digər tərəfdən İtaliyanın büdcə ayrımı nəzərə çarpan fluctuationlar göstərdi. Fluctuation nə idi bizdə? Fluctuation bizdə getdi, ə, dalğalanmalar. Sonra uşaqlar o dalğalanmanı izah elədim. Bu mənim dilimdir, yenə deyirəm. Bu mən indi belə illərdir təsvirimi belə aparıram da mən. İndi ola bilər sən oxuyarsan kitabı, deyərsən müəllim, mən bu cümləni belə yazıram. O da qəbul olunan, tək ki səhv olmasın. Yəni yoxlayıb baxıram, görəm düzdürsə deyirəm, hə, belə də gedə bilərsən. Sadəcə bu ilkin niyə görə deyirəm dostlar bunu? Çünki tələbələr mənə yazır ki, mənim iminli siz yazdığınız qaydada gedək. Mən yazdığım qaydada da gedə bilərsən. Yəni yolağı budur, gedişat budur. Amma nə bilim fərqli bir söz istifadə eləyərsən, noticeable yazmazsan, onun sinonimini yazarsan, bu da sənin seçimin olar. Yəni orada problem yoxdur. Gedişat budur. Allocation yazmazsan, onun sinonimini yazarsan. Show yazma, demonstrated yaz. Məsələn deyirəm. Fərq mən bunu demək istəyirəm də. Yəni o demək deyil, mən bura show-unu yazdım, hə, gətir sən də show qoy. Söhbət ondan gedir. Və slightly yazdım, hə, başqa bir şey gətir qoy. Bax belə. İndi uşaqlar, o fluctuation'ı mən izah eləməliyəm ki, necə başladı. Tez onu da bir dənə üzərindən keçirəm. Yəni, 90-cı ildə təxminən 22%-lə başladım. Bax, commence nə deməkdir? Startın ən üst level sinonimidir. 22%-lə başladı. Sonra 95-də ehmalca düşdü. 20-yə düşmüşdü, elə deyil. Daha sonra 95-dən sonra 2000 gəlir də. 2000-ci ildə təxminən 24%-lə pikə çatdı. Peaked at. O deməkdir ki, pikə çatdı. Sonra uşaqlar, davamında nə yazmışam? Before reaching it. Yəni, bu 19%-lə ən aşağı nöqtəsinə çatmazdan əvvəl, before. 2000-ci ildə 24%-lə pikətdə çatdı. Nə vaxt? Periodun sonunda. The end, hə, od yazmışam bura, of. The period. Yəni, periodun sonunda pikət, deməli, ən aşağı nöqtəsinə çatır. Bu da olur məndə İtaliyanın təsviri. Dostlar, azdan çoxdan aydın olur sizə nə demək istəyirəm. Sən mənə xəbər edin. Sual olan varsa da versin. Cümlə başlamaq. Əla, aydın olsa laf gözəl. Başladı. Bax belə, bu formada sonra görək hansı ölkələrdən biraz yaza bilərik. Biraz da UK-nə USA-dən yazmaq olar. Əslində uşaqlar gör 128 sözdür də. Sözü yoruldum cümlə yazmaqdan. Gəlin indi yazaq. 150-yə çatdıraq bunu. İndi UK ilə USA-də isə, məsələn, mənim gözümə söz burada da var. Bax, enmə, qalxmağa fikir verin. UK-də məsələn şeydir, qırmızı düşüb biraz, qara qalxıb, sarı düşüb. Amma yenə də baxsız biraz daha şeydir. Ən azdır da belə deyək bunlarda. Enib qalxsa belə, məsələn bunlarda da fluctuation var. Məsələn UK-in özündə də var fluctuation. Fikir verirsiniz. İtaliyanın elə bir yarı azalmış fluctuation'dır. Belə götürəndə. Portuqaliya ilə də USA elə bir-birinin yüzgər əksidir. Sadəcə USA-də elə bir onu yenə yarı az xərc çəkiblər də bu formada. İndi UK ilə USA mən ümumi nə yaza bilərəm uşaqlar? İndi yazaq burada belə. Bunun əksi olaraq, çünki İtaliyanı dedim, sonra hansını demişdik burada? İtaliyadan başqa kim var idi? Portuqaliyanı dedim, ABŞ-la şey qaldı, İngiltərə. İndi gəlin onu quraq. Buna əks olaraq, ümumiyyətlə əks olaraq necə deyərsiniz? Bir də deyər, necə? Aha, opposite də demək olar. Başqa, o biraz sadə qalır. In kontrast eşitmisiniz, yoxsa buna zidd olaraq? Sonra uşaqlar birini də yazacağım sizə. Gözəl versiyadır. Mən bunu çox istifadə edirəm özümdə. Məsələn, mən özüm imtahana girəndə bunları yazıram həmişə, universal sözünü. Bunun əksi olaraq, uşaqlar, əksi olaraq niyə görə gedirəm? Çünki deyə bilərsiniz, deməli, niyə görə əksi olaraq yazdınız? Ona görə yazdım ki, Portuqaliyanın İtaliyada xərc yüksək idi. Elə deyil. Amma burada ayrılmalar azdır. Çəkilən xərclər azdır. Ona görə yazıram. Bunun əksi olaraq şeydə UK və USA, yəni İngiltərə və and deməli USA
İngiltərə və USA. Böyünə yazmadım şurada. İndi kapsloku yandırmadım. UK və USA. Ne eləyir orada? Belə yazaq da. Ən aşağı deməli xərci qoruyub saxlayır. Belə götürək cümləmiz. Qoruyub saxlamaq, ümumiyyətlə saxlayır. Necə götürərik? Maintain ən gözəl sözlərdən biridir. Maintain. Yəni maintained o deməkdir ki, qoruyub saxlayır. Nəyi qoruyub saxlayır? Uşaqlar ən aşağı xərc şeyini, o nəqliyyata çəkilmiş ən aşağı xərcin miqdarını özündə qoruyub saxlayır bu formada. İndi onun qabağına belə yazaq. Deməli, lower yazaq da, aşağı xərc. Elən yaxşı gəlin də lower götürək. Lower levels yazaq. Yəni, bunun əksi olaraq Amerika ilə ABŞ belə deyək, ən aşağı xərc levellarını qoruyub saxlayır. Məsələn, uşaqlar, bunun qabağına da yenə bir zərf qoya bilərdim. Nəzərə çarpacaq dərəcədə aşağıda belə deyil. Daha doğrusu lower sözünün qabağına. Məsələn, ora nə yaza bilərik? Tutaq ki, noticeable sözü yazmışam deyə onun digər bir sinonimi olan considerable sözü var. Bax, onu yazaram. Bax, fikir verin. Yəni, nəzərə çarpacaq dərəcədə az xərc çəkiblər. Maraqlıdır. Bunlar inkişaf edilmiş ölkədir. Bunlar daha az xərclər çıxıb. Bax, fikir verin. Daha aşağı nə eləyiblər? Xərc çəkiblər. İndi bunun rəqəmini istəyirəm bir dənə şeylə ifadə eləyək və bunu yekunlaşdıraq. Deməli, görə necə eləyə bilərik? Əslində, belə götürəndə təxminən neçə faiz civarındadır? Yəni, təxminən belə götürəndə 15%-dən aşağıdır. Bax, fikir verin. Buna mən rəqəm əgər çıxardası olsam, ümumi bir rəqəmdə, davamında belə yazaram ki, təxminən bütün period dönəmdə, yəni ta ki 90-dan 2005-ə qədər, yəni 15% civarında və ondan aşağı bunlar pul ayırıblar. Onda belə yazaq. Yazaq ki, with figures ne deyəcəm, nə demək istəyirəm? Remaining qalmaqdır. Remaining below 15% across all recorded years. Nöqtə. Baxın, yazdım ki, burada bunun əksi olaraq conversely Amerika ilə USA əhəmiyyətli dərəcədə aşağı xərc levellarını saxlayıb. Maintain nə deməkdir? Saxlayıb, özündə qoruyub saxlayıb. Davamında yazmışam ki, fiqurlarla, yəni fiqur burada uşaqlar göstərici anlamında gedir. Hansı göstəriciləri qorumaqla, remaining göstərməklə, bütün qeydə alınmış illər ərzində across all recorded years nə deməkdir? Bütün qeydə alınmış illər ərzində 15%-dən aşağı. Belə. Bu da olsun UK ilə USA-nin təsviri. Bu formu uşaqlar. Bununla da bunu yekunlaşdırıram. Yəni, belə uşaqlar, diaqram təsviri budur. Yəni, bundan ibarətdir. Təbii ki, yazmaq lazımdır. Yəni, bir dəfə mənim yazmağımdan bu düzəlmir.